27 sentyabr 2025-ci il tarixində Masallı şəhər Heydər Əliyev mərkəzində 27 sentyabr Anım günü ilə əlaqədar Zəfər qələbəsinin başladığı gün mövzusunda tədbir keçirilib. Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhməlov, rayon İcra Hakimiyyətinin aparatının əməkdaşları, Milli Məclisin deputatı Fəzail İbrahimli, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyələr, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişdilər. Anım mərasimində çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əskər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım günü kimi qeyd edilir. Ona görə də 27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm qələbə tariximizdir. Tədbirdə Milli Məclisin deputatı Fəzail İbrahimli, səfərbərlik və hərbi xidmətə çağırışa üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Rəfail Xəlilov, şəhid atası Sarıbala Babayev, Vətən müharibəsi iştirakçısı Rıza Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Masallı rayonu üzrə qazisi Rəşid Talıbov, Azərbaycan xalqının bu tarixi uğurundan, şəhidlərimizin, qazilərimizin şücaətindən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına əldə olunan bu qələbə ilə Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib olduğunu bütün dünyaya sübut edib.